Hamı məktəb vaxtında Füzulinin o qəzəlini demək olar ki, hamı əzbər bilir də, məni candan usandırdı, cəfadan yar usanmazmı? Bunu necə təqdim eləmişdilər uşaq vaxtı, məktəb vaxtı? Bir aşiqanə bir qəzəl kimi. Sən də eşq adı eşidən kimi aycan əzbərliyim ki, qoy mənim belə romantik olan bilsinlər, qoy əzbərliyim bunu. Əzbərlədin, sən bunu hələ bildin ki, Füzuli bunu xalqın qızı üçün yazıb. Bir ömürdə bunu belə başa düşdün. Sabah bir ciddi məclisə düşəndə, Füzulini həqiqətən tanıyan məclisə düşəndə, birdən qayıtıb deyərlər sənə ki, sən bu azdıranla qabağından keçmirsən 5 mərtəbə. Daha təbii ki, keçmirsən də. Hə. O heykəl görmüsən orada. Hə. Baxmısan bir onun üzünə, bir nuraniyyətinə, bir onun saqqalına, bir ərəqçinə, baxmısan ona. Hə. O kişiyə yaraşır xalqın arbaşağı üçün şeir yazsın. Adamı deyərlər bunu da. Bu kişi bilirsən harada yaşayıb, bir ömür Kərbəlada, bir ömür bu İmam Hüseyn zəvvarlarına xidmət eləyib. Belə kişi, kimi üçünsə şeir yazan kişidir. Ən azından inanmasan da, bir ömür mən belə bilmişəm, mən dinləyiniyim, bir fikirləş də bir bax gör nə yazıb, nə yazıb? Gülü ruxsaru və qarşı, gözümdən qanla axar su. Həbibim, fəsli güldür bu, axar sular bulanmaz mı? Yaxşı bu kimin qabağında oturub ağlayıb? Yaxşı bu ağlayıb, fəsli gül bahardır da. Fəsli güldə bütün sular bulanır, çaylar, fikir vermişsiniz də çayların rəngi bulanıq olur. Dağlardan ki, qarlar əriyir, aləm deyir bir-birinə. Təbiətdə canlanma əmələ gəlir, dirilir təbiət. Ölü idi təbiət, dirilir, diriləndə də sularda bulanma əmələ gəlir. Deyir, mən gülü ruxsaruva qarşı, gül üzvə qarşı gözümdən qanlı axar su. Niyə bunun gözün yaşı qanadı? Çünki güldə qırmızılıq var. O göz yaşı ki, ağlayır bunun həsrətindən, o gülün qırmızılığı düşür bunun gözlərinə, o qırmızı orada cilvələnir, hələ bil ki, nədir? Qan yaş axır. Amma əslində o gülün qırmızılığıdır. İndi deyir, fəsli güldür bu, bahar vaxtıdır. Bu bahar vaxtında ki, bütün sular bulanır, mənim gözümün suyu niyə bulanmır, rəngi dəyişmir? O gözün suyunun rəngi dəyişmək üçün görək o gülün rəngi dəyişsin ki, o da oradan eynəsin, öz əksini göstərsin. Elədir. O gülsə rəngi dəyişən gül deyil, solan gül deyil. Demək, bu dünya məhəbbətinə aid deyil. Hansı güldür ki, heç vaxt solmaz? Hansı güldür ki, onun rəngi heç vaxt dəyişməz? Rəhmətli razı deyir ki, qələtdir arizu alım gülən nisbət sənin eymə, gözəllik güldə zaildir, vəli səndə davam eylər. Qələtdir sənin üzvü gülə oxşadırlar. Gözəllik güldə gəldi gedərdir, səndə ged-gedə artar, səndə daim qalar, daimi olar. Demək, bu beytindən də açıq-aşkar görsənir ki, bu kişi maddi məsələlərdən danışmır, mənəvi işlərdən danışır. Bu sənin başa düşdüyün güldən, çiçəkdən, böcəkdən, kəpənəkdən danışmır. Bunun danışdığı ilahi məhəbbətdir, ali məhəbbətdir ki, o dəyişməz, o solmaz, o haldan hala düşməz. Ona görə deyir ki, Həbibin fəsli güldür, bu axar sular bulanmaz mı? Da bundan artıq nə sübut istəyirsən, sən sübut elə ginən ki, bu başqa adam üçün yazır. Bu qabağına bunun sübut da qoyanda, indi ola bilər, sən neçə illərdir bunu belə bilmirsən, birdən-birə qəbul eləyə bilmirsən, şoka düşmürsən, bunu başa düşürük, yavaş-yavaş qəbul eləyərsən. Amma sənin qabağa fakt qoyurlar axı, birinə yəhəb deyirlər ki, aton ölüb. Deyir, kişiyə nəsə olub, məndən gizlədirsiniz. Ölüb də, necə kişiyə nəsə olub, məndən gizlədirsiniz. Da bu açıq aşkar bu sənə deyir ki, bu budur. Müraciət, əvvəl belə başa düşürdün, əvvəl sənə belə başa salıblar, eybi yox, nə olar, bu cür anlamısan. Amma təhqiq eləyəndə, həqiqəti ortalığa çıxartanda, bir həqiqətdə bu ki, başa düşürsən, artıq bu vaxta qədər düşündüyü atmaq düzdür, biraz çətindir. Amma dəlil və bürhanın qabağında insan gərək təslim olsun.